Tamam. Deməli belə. Batareykanın yenisi. Deməli, qaydanda dediyim kimi başqa yolla qaydacam. Bir balaca uzun olacaq. Ağaclıqların elə bir ki, dərənin dibinə düşüb ağaclıq olan hissə ilə gedəcəyik. Baxaq görə necə olacaq. Belə. Davam eləyək. Getdik. Çəkir də yəqin ki, bəli çəkir. Küləyin səsi yəqin ki, bir balaca külək qalxır. Hündürdə idi həm də. Buranın külək tutur. Deyib, meşənin içinə girək. Burada külək olmayacaq. Yorulmuşam həm də biraz. Podiyom çox qalxırsan burada. Qalx düş, amma sağlamlıqdır. Axşam rahat yatırsan. O günü bir videoya baxırdım. Sən demə məsəl üçün yorulursan da, düzdürmü? Yəni o yorğunluğu təzədən charge eləmək üçün, təzədən elə bir ki, boost eləmək üçün də o yorğunluğu çıxardıb təzədən bədənini recharge eləmək istəyirsənsə, ən yaxşı metod yatmaqdır. Sən demə, yatmaqdan sonra sənə verən effekti, faydanı, yəni burada yavaş düşək, sonra danışarıq. Heç bir əvəzləyici stimulatordur, nə bilim, tabletkalardır və yaxud hansısa içkilər var, içirsən. Düzdür, onlar müvəqqəti hansısa bir vaxtda səndə yarada bilər. Yəni pozitiv his, güc. Amma uzun çəkməyəcək. Ən yaxşısı yatıb durmağı. Yatandan sonra bir də rahat yatasan da, yəni. Yatıb durandan sonra təmiz. Elə bir şey zaryatka dolur. Batareykanın təmiz. 100% doldurulub. Belə. Belə qıraqla gedirəm. Bir dənə ayaq sürüşməsi zat çox maraqlıdır. Bunun gərək torpağı o qədər də sürüşkən deyil deyə. Məsələn, elə yerlər var ki, palçıq kimi sürüşürsən. Burada o qədər də elə deyil. Deyəsən, bazaltdır da bu.
Granitdir, bazaltdır. Neyse. Yaxşı bir sual verim. Gedəndə rahat olur, qaydanda. Çox adam deyir ki, qaydanda tez qayıdırsan. Amma məndə əksinə demişim. Mən gedəndə tez gedirəm. Qayıtmağım mənim üçün həmişə biraz eyni yoldur. Söhbət ondan gedir. Yəni sən sadəcə olaraq təxəyyülatılı unconscious deyilən bir şey var da, patsazdan olub fikirləşirsən ki, bu niyə uzun çəkdi? What the fuck, man? No fucking way, are you serious? Belə səhv gəldim mən. Nəyə bu? Bu idi. Bayaq gələndə orayla qayıtdım. Blət. Bura sürüşkəndir ki. Tutmağa da öyle bir şey de yoktur. Gel blət. Qalx bura. Ya bura belə olmaz. Səhv gəldim. Yox, bir dəqiqə. Səhv gəldim deyəndə bu göbələk idi, bayaqda demək. Belə də qalxa bilərəm. Okey. Gedəyim. Yeah! Yaxşı külək məni okeana doğru vurmur, okeandan vurur bu tərəfə yəni. O tərəfdən vursa, yəni rahat olmaz yəni. Belə ay ay ay. Bayaq məndən çaşdırdı. O 2 dənə daş qoyulub. Daşın arxası ilə davam eləyir. Trek davam eləyir. Mən onu görməyib ilan qurbağa yolu getmişəm. Eybi yox. İndi öyrəndik. İndi o qarşımızdakı o təpənin lap yuxarısında ağac var. Oraya gedəcəm. Oranın da bir dənə podiumu var. Ondan sonra yol ayrıntısına çıxmalıyam. Heç kimə rast gəlmədik. Belə. Maraqlıdır, niyə rast gəlmədik? Çünki hava şəraitinə görə. Yox, bir dənə qardaş gəlir. How are you doing? Not bad. Where did you start it?
You know the Ace parking lot? Oh, behind the Ace there, parking. And then I went that way up through the canyon over there, and then it's kind of a loop. So The thing is, you're talking about the old highway, the canyon before the you know, tunnel. so you walk along the highway. So you walk along the highway. Yeah, Oh, I and then see. you keep going on that path all the way down, right? And then Okay. you're gonna hit a T. Yes. Right? So I go right, and then you go up. And Okay. then it comes down this ridge. Okay, because I see there's another intersection that takes you through the woods under those trees. Yeah, it cuts through. Like they all should go back down. You know. Yeah? Uh, Okay, cool. So which one the easy way, you think? It's both of them I the mean, same? If you go here, you just have to go up this little hill. And then just go straight all the way Just go down. Okay, cool, man. Make sure you go left on one of the paths. It should have a marker. You know? Okay, sounds good. Thanks, man. Have a good one. Bu başqa yolla gəlib. Bundan həmişə belə soruşmaq lazımdır. Yəni getdiyim ya bu dediyim kimi, mən dediyim kimi deyir düz qalx bu teyi, təpəni. O ağacdan sonra düppərəm düz aşağı gedirsən. O gəldiyimiz yoldur. North Trail. North Trail.